Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvan Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas və tənqidçi alim, əməkdar elm xadimi Amiyanın müxbir üzvü Yaşar Qarayevin anadan olmasının 90 illiyinə həsr edilmiş Azərbaycan humanitariyasında Yaşar Qarayev fenomeni mövzusunda elmi sessiya keçirilib. Elmi sessiyanın giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbib bəylə açaraq alimin Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı müstəsna xidmətlərindən danışıb. Akademik İsa Həbib bəyli Amiyanın müxbir üzvü Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslıq elmində yüksək intellektual keyfiyyətlərlə seçilən görkəmli elm xadimi olduğunu vurğulayıb. Qeyd edib ki, Yaşar Qarayev ədəbi tənqidin, nəzəriyyənin və ədəbiyyat tarixinin ən incə detallarını belə özünə məxsus şəxsiyyəti və obraza təfəkkürü ilə təqdim etməyi bacarıb, eyni zamanda elmi fikrə poetik dəyər qazandırıb. Amiya rəhbəri vurğulayıb ki, alimin faciə və qəhrəman mövzusunda yazdığı dissertasiya işi Azərbaycan ədəbiyyatşünaslığında keyfiyyətcə yeni elmi yanaşmanın və tədqiqat istiqamətinin meydana çıxmasına səbəb olub. Vurğulanıb ki, Yaşar Qarayev ədəbiyyat haqqında poetik dillə danışmağı bacaran, tənqidi nəzəri düşüncəsinə şeiriyyət qazandıran nadir elm xadimlərindən biridir. Alimin Azərbaycan ədəbiyyatı 19-cu və 20-ci yüzillər adlı əsəri klassik ədəbiyyat tarixi kitabları sırasında məzmununu və yanaşma tərzi ilə köklü şəkildə fərqlənir. Akademik İsa Həbibbəyli Yaşar Qarayevin Azərbaycan ədəbiyyat tarixçiliyində yalnız iştirakçı deyil, öz elmi məktəbini və istiqamətini yaratmış, fərqli düşüncə tərzi formalaşdırmış, görkəmli tədqiqatçı kimi tanındığını da söyləyib. Daha sonra Yaşar Qarayevin həyat və yaradıcılığı ilə bağlı bir sıra məruzələr dinlənilib. Görkəmli alimin həyat və yaradıcılığından bəhs edən video çarxda nümayiş etdirilib. Sonda alimin ailəsi adından çıxış edən Yalçın Qarayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Leyli Namiq qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.